Salam kanalımızın izləyiciləri. Bu günləri Bakı şəhəri Rəsulzadə qəsəbəsi, Binəqədi qəsəbəsinin giriş tərəfində 3 sotun içində şəxsi tikili 3 otaqlı ev sizə çəkib göstərirəm. Bu deməli həyətyan sahəsi, ümumi sahəsi 3 sotdur. Orada deməli darvazasıdır. Yaxınlaşdırıram belə. Tezə tikilən binaların yanındadır. Bu evin çöl görünüşüdür belə. Onu qeyd edim ki, ev şəxsi tikili evdir. Burada da belə həyəti var. Bir balaca təmir işləri var içində evin. Amma qiymət çox münasib qiymətə satılır yəni. Girişdə bir burada belə böyük otaqdır. Burada deməli mətbəxti var. Mətbəxçidir. Mətbəxçinin qabağında da belə əlavə kladovkası yeri var. Tavanı vurulmayıb, yəni patolog vurulmayıb, amma damız adam hamısı yerində, qaydasındadır. Yəni bu otaqdır. Bu otaqlar ikisi təmirlidir. Ev cütdaşdır, onu qeyd edeyim. Sal hardasa 36 kvadrat olan sal, böyükdür çox. Bunun pəncərəsi var belə. Burada da bir yataq otağı var. Ümumilikdə 3 otaq, bir mətbəxdən ibarətdir. Kommunalları hamısı qaz, su, işıq sayğacları hamısı qaydasında da var. Bu evlə maralananlar aşağıda qeyd olunan əlaqə saxlaya bilər. Demək olar ki, torpağın qiymətinə satılır bu evlə. Sənədləri qaydasındadır.